Əzizlər, iş videomuzu ötürümün görsəizlər, konkurs oynaladı. Öyün egeləri, şu öyümüzün egeləri $100 verdilər. Öy satılğandan keyin en çok komentari yazğı adama $50, $50'dan hakiki egesine tapşırıladı. Chestin oyunu oladı. Bu egelerinin telif ettik gələdilər, kamera alıp videosunu çıkaramız. Kanalımızda şulara yine şu berilgen $50, $50'dan videosunu çıkaramız. Öyle özü hazır, indi sezon başladı, indi köp vaxt durmaydı. Bir gündem satılıp geçiyor mümkün, 2 gündem, 3 gündem satılışı mümkün, hiç kim bilmedi. O böyümüz satıladı çünkü bahasam zor, etajam zor, öyünü özü dım zor, mənziləm zor. Ülgen şəhərimizdə Abxadnoy tərəfdə Baxt Quştoy xanasının yanından səl bərraqda caylaşqan Prezidentski daçaya yaxınraq cayda, əcayib xanadan. Böyümüz 3 xanadan ibarət, əcayib euro remont etilgən halasazla cihazları bilən, halasanızla cihazsız satılar. Halasanızda bəzi nərsələri kalışı mümkün. İndi bəzi bir halı, pərdə, sərdə deyən nərsələr aşağı bəzi kalışı gərək. Kuxunni mebel, qaz plitə deyildi, o nərsələr kaladı sama-sabı. Öyümüz 5 etajlı taza domlu, birinci etajında 3 xanalı plus kətdə podvalını egi. Dım kətdə podvalı var, beyin olab veynəm özləyiz, ötüb, özləyizə taxlap nərsələrini qoyuşuz mümkün. Öyümüzə yine köçədən girib gələ verişimiz imunda köçəmiz eşki, şundan girib gələnədir. Ayak teyləri 100% öyünü həmmir laminat pol. O rasxod etib oturmuşlar. Əcayib qalla taşalğa. Həmmiri. Çıraylı görünüş deyə qalla taşalğa. Planirovkasında kuxnyası, onda spalnyası, onda zalı, və qismini deyim. Bəyan tərəfdə sanuzulu, onda detski komnatası. Əcayib mebellər qoyulğan, görtüranlarınızın kiraylı mebellər, acayip aboydan çıkarılğan. Öyümüzün remontuna, nərsələrinə kəm pul getməyənə ki, öyün egeləri ayt tutdular. Səlkəm 120 milyon son pul getdi. Usta haqqı, remontu, nərsələri yine aboylarını yine yakınlaşdırıb, az görtürsülə ekranlazdırdım. Kiraylı aboyla 350 min sonluq aboyladan vurulğan. Yeni köçədən girərişimizdə imda yine acayip kartinkeləni ornat qoydular. Şu öyün egeləri şuna bir kiraylı düzötkən əkərlə. Hava niyət edib. Şu görünüşdə imda yine kuxnya kısmımız. Gelelim, ben de gösterip ötemiz. Ve kuxnyası, kuxnyada gösteren haladenikleriniz, yani 2 etaş çıraylı haladenikler kaladı. Nərsələri o şey kaladı sizdə kaladı. Bunda yine kuxnyamızın mebelləri, bunda nasiyeni kaçolları yakınlaştırıp gösterdim. Nasiyeni kaçolları, gaz plitələri ilə mebelləri təyar halatındadır. Birimizdən çırayla boydan çıxarılğan aynalı plastik ramlarında heç bir rastsız yerəsində oturasılar, radiatorlar koyulğan ilə. Su, suet, gaz, məktəb, bakça, transport, yesəzdən mamma yox edəyiz. Həmmə kuleylik bax. Burada zal kısmımız, genç zalını göstərdiyimiz. Şödən göstərsizdən burada. Zalımızdan əcayib, beyimalal. Əzdə öyün rəzmiri 320, inşörniyeni 320, uzunasına 4 metr. Görünüşdə laminat polla edirgən, kiraylı qalla taşal hər halatında tutdu. Əcayib pərdələrin etibarı klasla. Kiraylı, zaman tələbinə cavab verədim, en qımmat pərdələrdən qoyduğu. Aboylarımızdan birimizdikən 350 min, 300 min, 400 min somluq aboylardan faydalanınca. Əcayib əbzötəlgən, həmmədə kiraylı lüstralar, lampiçkələr əmanə. Əcayib, yarılıqı zor oyunu. Gəp oluşu mümkün əməz. İndi ben qısmını ödəyim. Daha adli bir rozetkəsi, klüçatırlarından en qımmatlarından qoyğan əkərlər. Şimdi yine televizorun pastavkən mebelləri. Şu mebelin özünü 1 milyon 600 min som aldın dedilər. Keyin 43'lük kətdə internetlə, televizorla, internetdən hem mamma yox, başqa nərsədən hem mamma yox. Halasazda bu nərsələr hem kaladı. Mənimcə, mən nərsəsi kalsam, əcayib doğru təyyara girəksə, yaş istəyizdə. Çünki görünüşdə zal qismımız zudlik bilən satıladı. Az qına qaytıladı, amma xeyir gördüsən ərizdə. Dedim, ya, çirişür qaytıb başlayalım. Bahası $39.900 aytıldı. Panlasenli arzidon bahasının üçündə sizdə mən özüm 4-cü etajda 2 xanalı kvartiranı satqanımız. Çünki euro remont nərsələri bilən $40.000 da $39.500 vergəmiz. 4-cü etajdaydı, 1-ci etajdaydı. Plus podval, plus həmmə şərait ba. Allah'ım en yazık. Yanımızda sanuzilimiz etibar klasla. Əcayib təyar halatında birimizin vannaları taza, akkuratni, taptaza koyuğa, hələ öy remontdan çıxan, yaxından çıxan simisitillərini etibar etəslər. Əcayib simisitillər koyuğan, devalları, kiraylı,
Karbon doskadan ishlangan. Kir yuvish mashinangiz tayyor Samsung firmasidagi ajoyib kir yuvish mashinalari. Bular ham qalada ekan shu yerda. Suv svet gaz bombasiz. Suvni naporni e'tibor qilinglar. Ajoyib. Keyin unda aynalarga nelar qo'yilgan ekan? Ayna, suyuqlikli yo'rtunlarimiz, yani yaxshi o'chiraman. Keyin даже oddiy demeli, endi gostinsalarda bo'ladi. Ko'pincha fenlarni o'rnatilgan. Bularni ham e'tibor qilasizlar. Har bir narsa ko'rib chiqilgan bundayni bu narsalarni qo'yadi, yerlarni ham bu narsalarni olib tayyor holatini aytib qo'yibdilar. Buni tozalari akkuratni, keyin unda suv ichish qozonlari qo'yilgan. Chiroyli, akkuratni, toza qo'yilganlar bor. Issiq suvdan, sovuq suvdan, yeshasidan muammo bo'lmaydi sizga. Ana endi azizlar, yonimizda detskiy komnatamiz bilan danishib o'tamiz. Eshiklarga bu yerda chiroyli eshiklar qo'yilgan ekan, ko'rib turganlaringizni. Детский komnatamiz ham laminat pol, ajoyib g'alla tashalgan. Endi bu mebellar o'zi asli zalni keyin, hozir beragizni ko'pmiz dedilar. Asli shu zalda zalni chiroy qo'shib turadi deb. Hali bu yana qayta stilli jurnalniy stol nelarni, jurnalniy mebellarni ham olib tayyorlab qo'ygan ekanlar. Bu yerimizda ham berimizda perdalar tayyor. Детский komnata bo'lganligi uchun shunday chiroyli ko'rinishda yana yaqinlashtirib ko'rsangiz, ob'oylardan foydalanilgan ekan. Birimizden televizor tuttu, endi buni eshitamiz dedilar. Mebeli, şkaf mebeli tayyor. Endi bu именно личные вещilar ketadi. Posuda, ko'rpacha, bu именно детский narsalar ketadi. Shuni ko'rinishda birimizda ajoyib etib ishlangan patolog qismidan chiroyli lyustralarni ochib qo'yib, tayyor holatida turibdi. Bu yerga sochsiz girasizlar, olasizlar. Yanımızda detskiy kattalarimiz spaynasi. Bu yerda ko'rib turgan spayni mebellarning, shkaf mebellar hamma narsa o'zi toza. Uy toza remontdan chiqarilgan narsalar ham tozalangan. Bunda tremont mebellari bor ekan. Bu mebellar ham qoladi xohlasanizlar. Endi bir ish ketadi dedilar o'xshaydi. Menimcha bir bu kelsa, bu shkaf mebeli, spayni mebeli, perdalari, yana g'ollari qo'yilgan. Hamma narsa qoladi dedilar. Yine ajoyib lyustralar. Shuni ko'rinishda. Yani sizlere gösterip vermekçi bu an xonadonimiz şöyle bahasını aytdım. 39.900 polnosenli normalni baha. Çünkü arzon narsadan foydalanılmağı idi. Mənzilim yaxşı Şavat kanalını boya həzz etib, aylanib yürüdüğün joylar. Sakin bir dinç joyda joylashgan. Yana bana zor plus yeri bor ekan, bu uyimizni ijarəyə beraman deysizlər ham bo'ladi ekan. Har biri domu, har biri yashaydigan yer. Şöyle Milliy gvardiyaning binosinin yanında. Bemalol 250-300 dollara ber qo'ysangiz bo'ladi. Mo'ljallim usloviyasi bilan bu hamma narsasi bir dona konditsioner ekan. Konditsionerni pul qaytib bermadi dedilar egalar. Konditsionerni olib qistirib bersangiz tamom hazrat arendaga foydalansangizlar ham bo'ladi. Endi ko'p odam aq qo'yaman deydi, aq qo'yishlari mumkin. Plus podvali bilan o'zingiz ko'chib kelsangizlar ham hamma narsangizni qo'yib yashashingizlar mumkin bo'ladi. Zudlik bilan sotiladi. Qiziqtiradi bo'lsa batafsil ma'lumot uchun shu xonadonimizning egasini telefon nomerlari yana ekranlaringizda ko'rsatilgan, bemalol telefonlashinglar, galinglar ustida kelib sotib olsangizlar, xursand bo'lamiz. Esa, bizdan kuzatganlaringiz uchun katta rahmat deymiz. Like, kommentariy, obuna bo'lib qo'yishlaringizni so'raymiz. Sog' bo'linglar, salomat bo'linglar. Keyingi videolarimizda görüşguncha.